Salam dostlarım, mən Paşayeva Aytəkin. Bugün sizlərə 6-cı sinifin Namazov çalışmalar kitabından səhifə 205-dən ədədi orta median mövzusunun suallarının izahını verəcəyim. Baxaq birinci suala, çalışma 1-dən. Çalışma 1-in birincisinə baxaq. Çalışma 1. Baxaq birincisini. Deyir ki, verilən ədədin ədədi ortasını tap. Məsələn, neçə dənə ədəd var? 20, 28 və 30. 3 dənə ədəd var. Deməli, bunları toplayarıq və sayları neçədir? 3 dənə sayına bölərik. Bu oldu ədədi orta. Deməli, bu bizə 48, 78. 78-i də 3-ə bölsək, 2 dəfə 26. Deməli, bunun ədədi ortası nə oldu? 26. Deyir, verilən ədədlərdən neçəsi ədədi ortadan kiçikdir? Məsələn, 20 ədədi ortadan kiçikdir. 20 kiçikdir 26-dan. 28 böyükdür. 28 böyükdür, 30 da böyükdür. Bir dənəsi. Bir dənəsi. Bu şəkildə. İkinci çalışmaya baxaq. İkinci çalışmanın ədədi ortasını tapaq. 83, 96 və 106. 3 dənə ədəddir. Bunların ədədi ortasını tapanda toplayıb 3-ə bölürük. 96 ilə 106 toplanır. Gəlin belə eləyək. 83 ilə 96-nı toplayaq. 9, 179 üstəgəl 106 böl 3. Bu da bərabərdir. 9 ilə 6, 15, 7 üstə 0, 7, bir də yadda 8, 285. 285 də 3-ə bölünəndə 9, 95. Deməli, ədəd orta oldu 95. İndi bunların neçəsi ədəd ortadan kiçikdir? 83 kiçikdir 95-dən. Bir dənəsi. Yenə yazıram, bir dənəsi. Hə, bir neçəsi kiçikdir? Bir dənəsi kiçikdir. 2 dənəsi böyükdür. Niyə görə? Böyük. Baxın. 96 böyükdür 95-dən. Sonra 106 da böyükdür 95-dən. Bunun birinci çalışmasında da dedik ki, bir dənəsi kiçikdir. Kiçik. 28 böyükdür. Deməli, 30. Neçə almışdıq? Ədəd ortanı 26. 26, daha doğrusu 28 böyükdür 26-dan. 30 da böyükdür 26-dan. Nə oldu? 2 dənəsi böyükdür. 2 dənəsi buradan yazıram, bilərsiniz. Aha, bu şəkildə. İndi keçək üçüncüsünə. Deməli, üçüncüsündə ədədlərimiz 35, 40, 45 və 50. Neçə dənə ədəddir? 4 dənə ədəddir. Bunları toplayıram. Sayı olaraq 4 dənə olduğuna görə 4-ə bölürəm. 45-i qəşəng yazım. Aha, bu şəkildə alırıq. 4-də 45 ilə 35 toplananda 80 olur. 80. 40 ilə də 50 toplananda 90. Bu da olur 4-də 170. 170 də 4-ə bölünəndə 4. Gəlin kənarda bölək. 170 4-ə bölünəndə 16. 7-dən 6 bir 10. Onu da 4-ə böləndə 2 tam 8, 2. Bu olur 42 tam 4-də 2, yəni 42 tam 2-də 1. Bunu yaza bilərik ki, 42 tam 10-da 5. İndi baxın, deməli 35 kiçikdir 42 tam 10-da 5-dən. Elə 40 da kiçikdir 42 tam 10-da 5-dən. Deməli, 2 dənəsi kiçikdir, 2 dənəsi kiçik. Elə deyilmi? İndi 45 böyükdür 42 tam 5-dən, 50 də böyükdür 42 tam 5-dən. Deməli, 2 dənəsi də böyükdür. 2 dənəsi böyük. Bu formada almış olarıq. Keçək dördüncüsünə. Deməli, dördüncüsündə də ədədlərimiz 42, 48, 56 və 90. 4 dənə ədəddir. Bunları toplayıram. Say olaraq 4-ə bölürəm. Bərabərdir. 42 ilə 48 oldu 90.
Bu da 90, bu da oldu 56. 90 ilə 90 180. 180'in üzerine de 56 böl 4'e. Bu oldu 6, 5 ilə 8 13, 236 böl 4. Gəlin 236'nı da 4'e bölək. 5'i 4'e 20, 36 9. Bu da 36. Oldu 59 bunun ədəd ortası. İndi baxın 42 kiçikdir 59'dan. 48 de kiçikdir 59'dan. 56 da kiçikdir 59'dan. Neçə dənəsi kiçik oldu? 3 dənəsi ədəd ortadan kiçik oldu. Dənəsi kiçik. 90 isə böyükdür 59'dan. Bir dənəsi böyükdür. Bu formada aldıq. İndi dostlar davam edirik. Çalışma 2'dən. Davam edək çalışma 2'dən. Çalışma 2. İndi çalışma 2. Elə 4 ədəd fikirləşin ki, ədədi orta, ortadakı ədədlərin ədədi ortasına bərabər olsun. Bu zaman bu ədədlər arasındakı hansı qanuna uyğunluq olmalıdır? Məsələn, gəlin baxaq. 2, çalışma 2-yə. 2, 4, 6, 8. Bu 4 ədədin ədədi ortası neçədir? Gəlin baxaq. 2, 4, 6, 8. Elə bölürəm 4'ə. Deməli, bu 10, 20. 20'ni böldüm 4'ə, oldu 5. Bunun ədəd ortası oldu 5. İndi ortadakılar hansılardır? Ortadakılar 4, 6'dır. Ortadakılar 4 və 6. 4 və 6'nın ədəd ortası nədir? 4 plus 6 böl 2. 4 ilə 6 2 dənədir. Toplayıb sayına bölürəm. 10 böl 2. Hə, 5. Deməli, bunun ədəd ortası ardıcıl 4 ədəd. Ümumiyyətlə, elə 4 ədəd fikirləşdim ki, ədəd ortası 5'dir. Ortadakıların 2 dənəsində ədəd ortası 5 oldu. Deməli, doğru ədəd tapmışam, ədədlər tapmışam. Deyir, bu zaman bu qanun uyğunluqlar hansı qanun uyğunluq olmalıdır? Deyə bilərsiniz ki, ardıcıl cüt ədədlər. Yəni, bu formada sizdən soruşsalar, ardıcıl qanun uyğunluq, ardıcıl cüt ədədlər bu formada deyə bilərsiniz. Davam edirik çalışma 3'dən. Elə 4 ədəd fikirləşin ki, ədədi orta ikincidən böyük olsun. Məsələn, ikincidən böyük olsun. Məsələn, 4, 6, 8, 10. Bunun ədəd ortası gəlin görək ödəyirmi? 4, 6, 8, 10. Böldük 4'ə. Bu oldu 10. Bu da oldu 18, oldu 28. Böl 4, o da bərabər 7. Ədədi ortası 7'dir. 7 ikinci ədədimiz nədir? 6'dır. İkinci ədədimiz, ikinci ədəd 6'dır. 7 6'dan böyükdürmü? Bəli, oldu. Həmən şərti ödədi. Belə fikirləşdim, tapdım bu forma. İndi ikinci qaydamıza baxaq. Deyir ki, elə 4 ədəd fikirləşin ki, ədədi orta ikincidən kiçik olsun. Şərt deyil, uşaqlar, qanuna uyğunluq olsun. Qanuna uyğunluq olmaya da bilər. Mən indi fikirləşdim, belə tapdım da, yəni. İndi gəlin elə bir ədədi orta fikirləşək ki, elə ədədləri tapaq ki, ədədi orta ikincidən kiçik olsun. Gəlin fikirləşək, tapaq. Deməli, dostlar, mən elə ədədlər fikirləşərəm ki, 2, 6, 7, 10. 5, bu 5 oldu. Yox, 4 dənə olmalıdır da. Yox, 4 dənə düz dedim də. 1, 2, 3, 4, 4 dənə. Gəl bunları toplayaq. 2, 6, 7, üstə gəl 10. Sayı 4 dənədir. Bölürəm 4'ə. 8'in üstə 7, 15. Üstə də 10 gəlirəm 25. 25'i bölürəm 4'ə. Olsun. 25'i 4'ə böləndə 6 tam 4'də 1 elədi. 6 tam 4'də 1. Fikir verin. Ədədi orta 6 tam 4'də 1'dir. İkinci ədəddə 6'dır. İkincidən kiçik olsun dedi. Hə, bizdən ikincidən kiçik olsun. Yox. Bu ödəmədi. İkincidən kiçik olsun. Biz
Kiçik fikirləşməliyik. Böyük tapdıq. Bizim tapdığımız böyük oldu. Gəlin bax. Deməli dostlar, biz belə ədədlər fikirləşə bilərik. 1, 10, 10 və 15. İndi gəlin bunları hesablayaq. 1 plus 10 üstəgəl 10 üstəgəl 15. Bölürəm 4-ə. Deməli bu 20, 20 üstə 15, 35 üstə də 1 gələndə 36 bölü 4. 36-nı 4-ə böləndə 9. İndi baxın. 36-nı 4-ə böldüm 9. Elə ədəd fikirləşdik ki, ədəd orta ikincidən kiçik oldu. Yəni 10 böyük oldu 9-dan. Bu şəkildə almış olduq. İndi davam edək çalışma 4-dən. Ədəd oxu üzərində aşağıdakı ədədlər və onların ədədi ortasını göstərən nöqtələri qeyd edin. Ədəd oxu üzərində aşağıdakı ədədlər və onların ədədi ortasını göstərən nöqtələr qeyd edin. Gəlin göstərək. Ümumiyyətlə 2, 4, 6, 8 ədədi deyilmi birincisində? Bunların ədədi ortasını toplayaq, tapaq. 2, 4, 6, 8 böl 4-ə. Deməli bu oldu 10, 20 bölü 4, o da bərabərdir 5. Mən ədəd oxunu çəkirəm. Əslində bunu özünüz yazmalısınız, amma eybi yox. Başa salıram. Bura oldu. Məsələn, bura olsun 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İndi deyir ki, aşağıdakı ədədlər və onların ədəd ortasını göstərən nöqtələri qeyd edin. Aşağıdakı ədədləri qeyd edirəm. 2-dir, 4-dür, 6-dır, 8-dir. Bunların ədəd ortasını göstərən ədədində rəngini sarı ilə göstərirəm. Baxın bu şəkildə. İndi keçək ikincisinə. 1, 3, 5, 7. Bu ədədləri toplayaq, sayına bölək 4-dür sayı. Bu olur 10, 15, 16 böl 4. Bu da oldu 4. İndi baxın. Gəlin ədəd oxunda göstərək. Bura oldu 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Aha. İndi həmən ədədləri biz göstərək. Məsələn, 1 ədədidir, 3 ədədidir, sonra 5 ədədidir, 7 ədədidir və ədəd ortasını göstərən ədədimiz də 4 idi. 4-ü də sarı ilə qeyd etdik. Bu formada alarıq. İndi üçüncüsünü qeyd edək. Çalışma 4-ün üçüncüsü. 6, 7, 8, 9 ədədləri. Bunları toplayıb sayına bölürük. Bu 13, 13 üstə 8, 21, üstə də 9 gəlirəm 30. 4-də 30. Yəqin ki, düz topladıq. 13, 13 üstə 8, 21. 20 üstə 9, 34-də böləndə 2-də 15. Bu da mənə verir 7,5. İndi ədəd oxunu çəkirəm. Deməli, bura 0-dır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İndi baxın, rəngi dəyişirəm. Həmin ədədləri göstərirəm. 6, sonra 7, 8, 9. Bunun da ədəd ortası 7,5. 7,5 hara düşür? 7 ilə 8-in tam ortasına düşür. Belə deyək, bura 7,5 bu nöqtə. Bu formada alarıq. Dördüncüsündən davam edək uşaqlar. 2, 5, 8, 2, 5, 8, 11 bölürəm 4-ə. Bu olur 10, 15, 15-in üstə də 11 olur 26 böl 4. Bu da olur 2-də 13, bu da 6,5. İndi
Bunun ədəd ortası oldu 6,5. İndi gəlin ədəd oxunda ədədlərin özünü göstərək. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. İndi nöqtələri həmən ədəd oxunda göstərirəm. Nöqtələri rəngi dəyişib. Deməli 2, 2, 5, 8, 11. Bunların ədədi ortası hara düşdü? 6,5-ə. Baxın 6,5 sarı rənglə göstərək. 6 ilə 7-nin arasına düşmüş oldu. Baxın bura 6,5 bu şəkildə alarıq. Davam edək dostlar 5-ci çalışmadan. Deyir ki, aşağıdakı ədədlərin medianını tapın. Gəlin yazaq. Ədədləri yazaq. 13, 16, 19, 25, 36, 48. Bunların medianını tapanda nə edirik? Ardıcıllıq doğru şəkildə düzülüb özü hal-hazırda, yəni kiçikdən böyüyə doğru səliqəli şəkildə birinci düzürük. Baxırıq burada elə doğrudan da ardıcıllıq düzülüb. Medianını tapanda nə edirik? Soldan və sağdan silə-silə gəlirik. Birini soldan, birini sağdan. Qaldı ortada 2 dənəsi. İndi ortada əgər 2 dənə qalıbsa, onları toplayıb yarı bölürəm. 19 və 25 qaldı. Toplayıb yarı bölürəm. Bu 2-də 14, 3, 44. 44-ü də 2-yə bölürəm 22. Deməli, bunun medianı oldu 22. İndi ikinci çalışmaya baxaq. Bu ədədlər verilib. İndi biz bu ədədləri eləməliyik, azdan çoxa doğru düzməliyik. Birinci 20-ni, sonra 23, sonra 23-dən sonra yenə 23 gəlir. Yenə 23 yazıram. Sonra 26 gəlir. Yenə 26, 2 dənə 26 var. Sonra da 29, sonra yenə 29 gəldi. İndi yenə bax ədədləri azdan çoxa doğru düzdük. Gəlin sağdan soldan silə-silə gedək. Gördünüz, ortada tək bir dənə 26 qaldı indi. İndi burada da deyirəm ki, tək bir dənə 26 qaldığına görə deyirəm ki, median 26-dır. Buradan belə bir nəticə çıxır ki, ortada 2 dənə ədəd qalanda toplayıb yarı bölürük, olur bizim medianımız. Tək bir ədəd qalanda həmin ədəd olur median bu şəkildə. İndi üçüncüsü ilə davam edək. Ədədləri yenə azdan çoxa doğru düzək uşaqlar. Məsələn, 6, 9, 10, 11, 13 özü düzülüb hazır şəkildə. Nə gözəl. Amma biz yenə də diqqət etməliyik ki, görək. Birdən ola bilər ki, düzülməmiş olur. Onda cavabımız səhv alına bilər. Aha, hər tərəfdən silək. Soldan və sağdan. Aha, gördünüzmü? Ortada tək 11 qaldı. Deməli, median nə oldu? Median oldu 11. Bu şəkildə. İndi dördüncüsünə baxaq. Yenə azdan çoxa doğru düzək. 4, 6, 10, 12, 16, 17, 19, 21. İndi gəlin silə-silə gələk. 4, 21, 6, 19, 10, 17. Ortada qaldı bunlar. Nə edirəm? Medianını tapmaq üçün 12 ilə 16'yı toplayıb bölürəm 2-yə. 2-də 28, o da 2-yə bölünür 14. Deməli, bunun medianı nə oldu? 14 bu şəkildə. Davam edək. Çalışma 6-dan. Havanın temperaturu səhər 16 dərəcə. Səhər 16 Selsi. Günorta 21 Selsi. Axşam 14 Selsi. Deyir ki, günün orta temperaturunu tapın. Bunun üçün nə edirəm? 16
21, 14. Bunları toplayıram, sayına bölürəm. Bu bizə verir 35. 16 üstə gəl 35. Böl 3. Bu 11, 4, 51. Böl 3. O da bərabərdir 17. Günün orta temperaturu, günün orta temperaturu 17 Selsi dərəcə. Bu şəkildə. Davam edirik çalışma 7-dən. Çalışma 7 deyir, cəmi birinci saatda 42,6. Birinci saatda 42,6. İkinci saatda 40,8. Üçüncü saatda 41,6. Dördüncü saatda isə 43,2 kilometr yol getdi. Gəminin orta sürətini tapın. Gəlin belirli, bunları toplayaq. 42,6 üstə gəl 40,8 üstə gəl 41,6 üstə gəl 43,2. Toplayıb 4-ə bölərik. Gəlin hesablayaq. Deməli dostlar, bunlar toplanır 168,2 eləyir. 168,2 eləyir. Bunu da 4-ə böləndə 42,5 edir. Bu şəkildə almış oluruq. Davam edirik. Deməli, gəminin orta sürəti 42,5 olar. Aha, çalışma 8-dən davam edək. Deməli, ədədlərinin ədəd ortası 12,5-ə bərabərdir. Eni tapın. Deməli, burada ədədlərimiz 8-dir, 9,5-dir, 11-dir, 7,5 və n-dir. Bunların ədəd ortası 12,5 isə bunları toplayıram. 8 topla 9,5 üstə gəl 11, üstə gəl 7,5 üstə gəl n. Bölürəm sayını neçədən ədəd? 1, 2, 3, 4, 5. 5-ə bölürəm, ədəd orta 12,5-dir. Aha. 9,5 ilə 7,5 16, 17 elədi. Bu 19 üstə gəl 17 üstə gəl n. Böl 5-ə. 5-i də elə bir dəfəlik çarpaz vuraq 12,5-ə 25, 5-2-yə 10, 12, 5-i 1-ə 5, 62,5. Bunlar toplandı 6, 36 topla n bərabərdir 62,5. Uşaqlar, hesabatda ola bilərim, mən səhv eləyə bilərəm, ard-arda hesablamalar gedir. O satca elə bir ki, böyük bir iş görmüş kimi şüvərliklə yazırlar. Səhvdir, nə bilim, filan misal səhvdir. Ola bilər də, mən insanam da, yəni səhv eləyə bilərəm. Bunu normal şəkildə yazıb bildirə bilərsiniz. Yəni ki, düzəliş eləyə bilərsiniz. Əsas odur ki, mən çalışıram, yolunu düz bilin. Mən səhv etmişəmsə hesabatda, siz düzünü öz dəftərinizdə yazın. Yəni köçürməyin, anlamağa çalışın. Hə, müəllimin bir dənə səhvini tutanda, bax, dədə vay, yazırlar, müəllim, orada filan misal səhvdir. Ya elə də yazırlar ki, nə böyük bir şey olub, müəllimin səhvini tutublar bunlar. Elə yazansan, səhv tutansan, ged özün heç bura baxmadan yaz. Yox, elə səhvi tutub orada kobud formada da yazasansa, heç girib faydalanma, baxma da, ehtiyac yoxdur. Yəni, çalışıram maksimum dərəcədə faydalı olmağa. Səhv ola bilər, mən qəbul edirəm. İnsanam, normaldır, müəllim də insandır. Robot deyirəm, kalkulyator deyiləm. Beynimdə hesablayıram, hesabatda da səhv eləyə bilərəm. Yəni, bir var 1, 1, 2, 2 həll eləyəm. Bir də var, ardıcıl şəkildə müəyyən bir hesablamalar eləyə bilərəm. Bu da səhv eləməyim normaldır, ola bilər, yəni. Səhv eləmə ehtimalım çoxdur. Onu götürüb orada elə yazanda, yəni sizə medal asmayacaqlar ki, müəllim sizə faydalı olmağa çalışır. Güya yazanda nə olur ki, onu yazanda? Nəsə, kiminsə xoşuna gələcəksiniz də, eləmi? Kim yazırsa, yazmasın birincisi. Mənim kanalımda gəlməsin, faydalanmasın. Kim də faydalanır, səhvim ola bilər, onu normal şəkildə, yəni nəzakətli bir şəkildə bildirəcəksə, gözümün üstündə yeri var.
Əksinə mən də deyərəm, hə, nə gözəl diqqətlə dinləyiblər. Orada yanlışlıq varsa, yanlışlığa düzəliş ediblər, mənə dəstək olublar. Yəni buna sevinərəm, nəzakətli formada. Amma kobud formada sən çox da böyük bir şey eləyə bilərsən, səhvini tuta bilərsən. Onu normal şəkildə deməyəndən sonra vəbşə mənim kanalımda işin yoxdur sənin. Çıx, rədd ol burdan. Yəni ifadəmə görə üzr istəyirəm. Yəni bu hamıya aid deyil, bəzi özünü bilməzlərə aiddir. Yəni bunu da deyim, biləsiz. Belə, amma çalışıram maksimum dərəcədə zəhmətimi dəyərləndirənlərə faydalı olmağa çalışıram. Bunu da deyim. Zəhmətimi də dəyərləndirənlər gözümün üstündə yeri var. Bu şəkildə. İndi n də bərabərdir. 62,5-dən də çıxıram 36-nı. Deməli, gəlin hesablayaq. N də bərabərdir 26,5. N bərabərdir 26,5. Bu şəkildə almış olarıq uşaqlar. Çalışma 9-dan davam edək. Çalışma 9. Deyir ki, avtobus 3 saat 72 km/saat sürətlə 2 saat 80,1 km/saat sürətlə 4 saat isə 81 km/saat sürətlə hərəkət edib. Avtobusun orta sürətini tapın. İndi baxın 3 saat 72 km/saat sürətlə. 2 saat 80,1 km/saat sürətlə. Bunları qeyd edək. 4 saat isə 81 km/saat sürətlə hərəkət edib. Onun orta sürətini tapın. Orta sürəti. Deməli uşaqlar, bu nə deməkdir? 72 tamamda elə bir ki 3 dəfə 72 ilə gedib, 72, 72. Sonra 2 dəfə 80,1, 80,1. Bunu belə yazıram ki, başa düşəsiz. 4 dəfədə 81, 81, 81, 81. Bu şəkildə. Onda mən bunları hamısını toplayıram, sayına bölürəm. Elə bilin ki, bunları toplayaram. Belə deyək də. Sayına bölərəm. Neçə olar? 9. Bu şəkildə taparam. Onda belə eləyək. 3-ü 72-yə vuraq. Sadə olsun deyə. 2-ni 80,1-ə vuraq. 4-ü də 81-ə vuraq. Bölək 9-a. Bu şəkildə hesablayaq. Bərabərdir. 3-ü 72-yə vuranda olur 6, 21, 216. 2, 2 desək 160,2, 4, 32, 324. Bunları da toplayaq. Bunlar toplananda 556,2 böl 9. İndi bunu da 9-a bölək. Burada uşaqlar bu 160'dır. Bunu düzəldək. Səhv getdi. Deməli alınır 700,2 böl 9. 700,2'ni də 9'a bölsək alınır 77,8. Deməli bunun orta sürəti 77,8. Çalışma 10'la davam edək. Cədvəldə 8 uşağın 100 metr məsafəyə qaçış üzrə nəticələri verilmişdir. Deməli verilənlərə görə ədədi orta, median, moda və medianı tapın. Aha, 8 uşaq 100 metr məsafəni, məsələn, Kənan 18 saniyəyə, Ləman 20 saniyəyə, Arzu 21 bu formada yəni olub. İndi gəlin belə eləyək. Əvvəlcə ədədi ortanı tapaq. Ədədi ortanı tapaq. Ədədi orta. Nə edirəm? 18 üstəgəl 20 üstəgəl 21. Bu ədədləri toplayıb sayına bölürəm. Üstəgəl 17 üstəgəl 18 üstəgəl 19 üstəgəl 23 üstəgəl 24. Bölürəm 8-ə. 17 ilə 18 35. 21 ilə 24 oldu 45. Sonra
Bizdə qaldı 20. 20 ilə 18 oldu 38 də başqa yolumuz yoxdur. 38. 19 ilə də 23, 12, 3, 42. Bu şəkildə böl 8. 35 ilə 45 oldu 80. Bunlar da bizə verdi elə 80 böl 8. 8-də 160, o da 20. Deməli, ədədi orta oldu. Ədədi orta oldu 20. İndi gəl nəyi soruşur? Modanı. Modasını tapaq. Moda. Bax, bu ədədlərə bax, fikir ver. Ən çox hansı təkrarlanıbsa moda həmin ədəd olur. Gəl ədədləri ardıcıl yazaq. 18, azdan çoxa doğru 18 burada da var. Sonra birinci 17-ni yazaq. Ən balacası 17, 18, 18. Sonra 19 gəlir. Sonra 20 gəlir. Sonra 21 gəlir. Aha. Sonra 23 gəlir. Sonra da 24 gəlir. Modası. Moda nədir uşaqlar? Ən çox hansı təkrarlanıb burada? Məsələn, 17 bir dəfə, 19 bir dəfə, 20 bir dəfə, 21 bir dəfə, 23 bir dəfə, 24 də bir dəfə. 2 dəfə təkrarlanıb 18. Deməli, bunun modası olub elə 18. Ən çox təkrarlanan moda sayılır. İndi gəlin medianını tapaq. Medianını tapmaq üçün yazıram median. Ən balacadan böyüyə doğru 17. 18 2 dəfə yazıram. 2-dən 18 var. Sonra 19 gəlir. Sonra 20 gəlir. 21, 23, 24. İndi medianını tapmaq üçün kənarlardan çıxırıq. Soldan sağdan. Silirik. 2 dənəsi qaldı. Toplayıb yarı bölürük. 2-də 39. 39 da 2-yə böləndə 19 tam 2-də 1. O da 19 tam onda 5. Median oldu. 19 tam onda 5. Bu şəkildə dostlar, kanalımızı bəyənib abunə olmağı unutmayın. Sağ olun, hələlik.